Allahım, nə qədər şər qüvvələr varsa, bizi onlardan qoru. Yerdən, göydən gələcək bütün bəla və müsibətlərdən bizi hifz elə. Allahım, sən ümid edəni ümidsizliyə düşürməzsən, sən səndən istəyəni boş geri çevirməzsən. Ümid və silahı dua olan biz qullarına maddi, mənəvi yardım et. Sən əfv edənsən, əfv etməyi sevirsən, bizləri də əfv elə. Amin. Ey uca Rəbbim, sənə üz tutur və sənə əl açırıq. İzzət və kərəminlə duamızı qəbul elə və bizi xeyirli arzularımıza çatdır. Allahım, bizi hər cür bəlalardan, gözə görünən və görünməyən şər qüvvələrdən qoru. Duadan başqa əlində heç bir gücü olmayan biz zəif bəndələrinə yardım et. Amin.